Dostlar, bu günləri Dubai şokolatı deneyəcəyik. İrandan gətiriblər və indi açıb baxacağıq. belədir. Gəlin birlikdə açaq. Forması budur. Bu 2 manat 30 qəpik idi. 3 manat səhv eləmirəmsə. Hə, 3 manat idi. 3 manat idi, təmiz. Çox ucuz gəldi. Ən bahalı aldığım şey şokoladlar arasında bu oldu. Belə açılır daldan. Bir dənə qutusu var. Baxın belə. Belə Qutunu açılır. indi açacağıq və sizlərlə baxacağıq. Qutusu belədir, sarı rəngdə. Bunun yeri. Bir. Açdım mən bunu indi. O da videoda ara görsənəcək. Qaldığımız yerdə davam edik çünki kameramanımız Dostlar, belə bir xəta olub. Şokoladın yolda yarısı əriyib, sumkamda qalmışdı. Yolda əriyib, nəsə. Əsas odur, səs yaxşı olsun. Səs. Zor çıxdı. İçində heç demək olar antep fıstığı yox kimi bir şey deyil. Amma 3 manata bundan artıq nə gözləyirsiniz? Bismillah. Dadına bax. İçində antep fıstığı yoxdur. Sadəcə fıstığın var. İçində belə görsəlim. Yaşıl rəngdə konfetlər olur. İçini ondan doldurublar. Şokolad da bildiyimiz KitKat şokoladıdır. Bu videomuzda bu qədər idi. Sağ olun dostlar.